Salam dostlar, hər vaxtınız xeyir. Mən Exceldə hazırladığım Maliyyəni İdarə Et ailə büdcəsi proqramını sizə təqdim edirəm. Bu proqram vasitəsilə xərclərinizi asanlıqla izləyə və idarə edə bilirsiniz. İlk olaraq user və şifrə ilə daxil olursunuz. Mən öz userimə girirəm. Şifrəm, userim düzsə proqram giriş edir. Programa giriş edə bilirsiniz. Bu proqram Excel üzərindən hazırlanır. Fərqli şitlər var. Bu fərqli şitlərdə günlük xərclərinizi xərclər cədvəlində əlavə edə bilərsiniz. Hər ayın təfərrüatında detallı hər gün hansı xərcləriniz olubsa görə bilirsiniz. Plan cədvəlində planınızı girə bilərsiniz və yanında da o ayın xərclərini görəcəksiniz. Misal olaraq bu ayın xərcləri burada fərqli görsənir. Hər ayın xərcləri fərqli göstərəcəkdir. Xərclər cədvəlində də dediyim kimi gündəlik xərclərinizi girə bilərsiniz. Ümumi vəziyyətdə burada əmək haqqınızı, maaşlarınızı girə bilərsiniz. Əlavə bir gəlir qaynağınız varsa onu da burada əlavə edirsiniz. Digərləri də avtomatik digər cədvəllərdə girdiyiniz, xərc cədvəlində girdiyiniz məlumatları oradan götürəcək və büdcə hesabatında da ümumi vəziyyəti görə biləcəksiniz. Burada oktyabr ayında maaşınızı, əlavə gəlirinizi, gündəlik xərc toplamını və yatırımınız varsa və verilən borcunuz varsa burada görə biləcəksiniz. İlk olaraq user şifrə ilə daxil olursunuz. Sonra gündəlik xərclərinizi əlavə edir. Aylıq və illik olaraq analizləri görə bilirsiniz. Xərclərin adlarını və saylarını da öz ehtiyacınıza uyğun dəyişmək mümkündür. Əgər xərclərin adlarını və saylarını dəyişmək istərsəniz, hər ayın təfərrüatın səhifəsində buradakı xərc adlarını dəyişə bilirsiniz və ya əlavə edə bilirsiniz. Proqram sizə gəlir və xərclərinizi müqayisə etməyə, qənaət planı qurmağa kömək edir. Ailə büdcəsini nəzarətdə saxlamaq istəyən hər kəs üçün çox faydalıdır. Əgər bu proqram sizə də maraqlıdırsa, şərhdə mənə yazın, user şifrəni sizə göndəreyim, siz də sınayın. Misal olaraq burada bir dənə xərc əlavə edirik. Xərclərin adlarını ilk olaraq burada tarixi girəcəm. Tarixi girdikdən sonra bugün 22-si 10-cu ay. Burada xərclərin adlarını görə bilirsiniz. Məsələ burada bir yanacaq xərci, deyək ki, maşına benzin vurubsuz, 30 manat yazsaq, burada əlavə şərhləri yaza bilərsiniz. Bəlkə siz kilometrəni yazmaq istəyirsiniz. Burada kilometrajı yaza bilərsiniz. Deyək ki, bu qədər kilometrajda idisə, çox da gedibdir bu maşın demək. Hardan alıbsınız, hansı petroldan alıbsınız. Bəlkə də siz baxmaq istəyirsiniz, maşınınız nə qədər benzin vurdunuz, hardan vurdunuz, neçə kilometrə sürdünüz. Daha sonra müqayisə edə bilərsiniz də, buradan yanacaq vurdum, bu qədər sürdüm. Və burada da nəqd və ya kartla ödədiysəniz, kart yaza bilərsiniz. Burada da kart nömrənizi də yaza bilərsiniz əslində. Oradan izləyə bilərsiniz, hansı kartlarınıza nələr xərcləyibsinizsə, buradan yaza bilərsiniz. Burada mən bunu əlavə elədikdən sonra hər ayın təfərrüatında mən burada yanacaqda həmin günün xərcində onu görəcəm. Və bu da plan cədvəlində də görsənəcək. Burada görsənir. Məsələn, mən bu ay demişdim ki, 100 manat yanacaq xərcim olacaq. Bu günə kimi deyək ki, 30 manat olubdur. Ümumi vəziyyətdə də bu toplamı görsənəcək və büdcə hesabatında da burada görə biləcəksiniz. Proqram bu şəkildədir. Siz də bunu şifrəyi məndən şərhlərdə yazsaz, mən sizə şifrəni user göndərsəm, siz bunu istifadə eləyə biləcəksiniz. Proqrama bir daha daxil oluram. Baxın, bu şəkildə mən öz userimi və şifrəmi girirəm və proqram açılır. Neçə dənə user və şifrə də ola bilər. Yəni ailədə 1-2-3 nəfərə user və şifrə istəsəz,
onu da əlavə etmək olur. Çox sağ olun. Videonun altına yorum yazmayı, bəyənməyinizi xahiş edirəm. Çox sağ olun, təşəkkür.